Novruz bayramının sonuncu çərşənbəsi Torpaq çərşənbəsidir. Xalq arasında axır çərşənbə, il axır çərşənbə, yer çərşənbəsi, zında çərşənbə, xaq çərşənbəsi, çərşənbə suridə adlanır. Sözü gedən çərşənbə bayrama çox yaxın olduğu üçün insanlar tərəfindən böyük təmtəraqla qeyd edilir. 4-cü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. İl axır çərşənbədə bağ, bostan, dirilik yerləri əkinə hazırlanır. Bu çərşənbədə səməni qoyulması, tonqal qalanması, plov bişirilməsi, xonça tutulması, qapı pustu, qulaq falı, papaq atdı və qızların, gəlinlərin icra etdikləri vəsf hallar hamısı axır çərşənbəyə məxsusdur. Deyilənə görə ilin axır çərşənbə gecəsini öz evində keçirmək lazımdır. Əks halda həmin insan Novruzu 7 il dalbadal başqa yerdə qarşılayacaq. Hər birinizə bayram günlərini ailəniz, sevdiklərinizlə xoşbəxt şəkildə qeyd etməyi arzuluyuruq. Həm torpaq çərşənbəniz, həm də qarşıdan gələn Novruz bayramınız mübarək olsun. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Heydər Həsənli, Missiya TV.